Xoş gördük, əziz dinləyicilər. İstəyirəm mən bu dəfə hər kəsin bir xətrinə dəyim, bir qəlbinə toxunum. İstər yuxarıdan tutmuş aşağıya qədər, istər vəzifədə olub və yaxud da vəzifədə olmayan sadə Azərbaycanlıya qədər. Həqiqətən sizə hər birinizi vicdanınızla üzbəüz qoymaq istəyirəm. Bu günləri Azərbaycan TikTok şəbəkəsində, sosial şəbəkədə Velizar adlı biri var. İnanın mənə. İnanın mənə, mən o insanı tanımıram. Vallahi də, billahi də, indiyənə qədər də bilmirəm o xanımdır, yoxsa kişidir. Amma o tutulduqdan sonra mənim xəbərim olub və artıq görürəm müsavat ondan yazır, nə bilim, videolar çəkirlər, amandır, belə adamları qəhrəman eləməyin, filan. Və bundan sonra mən də maraqlandım. Baxın, problem bilirsiniz nədir? Bu insanın deməli canlı yayımında 80 min insan buna baxıb və bu insan 10 dəqiqə ərzində 10 min, 20 min pul toplayıb və bir neçə xəstəni də orada xəstə üçün toplayıb və xəstənin müalicəsi üçün onu verib. Nə oldu? Qısqandınızmı? Qısqandınızmı? Niyə tutmusunuz? Niyə həbs etmişsiniz? Qısqandınız, hə? İndiyənə qədər millətin eləyə bilmədiyinizi bu Velizar adlı insan 10 dəqiqə eləyib. Bax, onu qısqanırdınız. Niyə həbs etdiniz? Və yaxud da ki, niyə görə düşmüsünüz müsavat və yaxud da bəzi insanlar düşüblər, amandır, qoymayın, belə insanlar qəhrəman olmamalıdır. Tamamilə sizinlə razıyam. Bu günlər kifayət qədər bu millətin sadə balaları var ki, yetimə əl tuturlar, kömək eləyirlər. TikTokda da var belə insanlar. Hamımızın qarşısında baş əyirəm. Hamımızın qarşısında. İlahi, nə yaxşı iş görürsünüz, yaxşı iş görmüsünüz. Yaxşı iş gərək təqdir oluna. Hamı düşüb ki, Velizarı qəhrəman eləyən sizsiniz. Velizarı qəhrəman eləyən sizin fəaliyyətsizliyinizdir. Əgər hökumət bundan narahatdırsa, bilin ki, sizin fəaliyyətsizliyinizdir. Mənim əzəm, sadə mən sizə bir söz deyim. Mən bir Azərbaycan vətəndaşı olaraq, Azərbaycan xalqını, Azərbaycan dövlətini, onun nə bilim, hakimiyyətini, dövlətçiliyi sevən bir insanam. Hər birini sevirəm. Tənqid də eləyirəm, çünki tənqid inkişafı aparır. Sadə bir sizə bir söz deyim. Sadə bir vətəndaş olaraq mənim də problemim vardı. İnanın mənə, yuxarı eşelondan aşağıya qədər yüzlərlə məktub yazmışam. Niyə cavab vermədiniz? Baxın, bu yaxınlarda da müəyyən bir dövrdə hətta Cənab Daxili İşlər Naziri ilə də görüşdüm. Allah razı olsun, yaxşı da insandır, qəbul etdi, görüşdü, dedi sənə kömək də eləyəcəyəm. Kömək eləyə bildinizmi? Artıq bir ildən çoxdur gedib. Nədir? Nəyin köməyini istəyirdim? Onun köməyi ki, öz haqqım vardı və o haqqım hansısa kiminsə əlindədir və onu istədim. O haqq ki, Velizar onu 10 dəqiqəyə toplayıb. Velizarın 10 dəqiqəyə topladığını mən öz haqqımı illərdə ala bilmirəm. Yuxarıdan aşağıya qədər məktub yazmadığım orqan yoxdur. Görüşürəm, heç kəs kömək eləyə bilmir. İndi Velizarı kim qəhrəman eləyib? Velizarı siz mi qəhrəman elədiniz, yoxsa biz mi qəhrəman eləyirik? Kim qəhrəman eləyir Velizarı? Hə, insanların vəziyyəti pisdir. İnsanların sosial durumu ağırdır. Bütün çıxış yollarını Velizarlarda, Elxanlarda, İskəndərlərdə görürlər. Niyə? Hanı bəs dövlət? Bəs dövlət nə üçündür? Dövləti xalq ona görə qurur ki, gedib özü üçün yaşayardı da xalqda. Niyə görə dövləti qurur xalq? Xalq dövləti ona görə qurur ki, onu cərimə eləsinlər. Xalq ona görə dövlət qurur ki, onun anasını ağlatsınlar. Xalq ona görə dövlət qurur ki, onun əlində olan 5 manatı da ondan alsınlar. Xalq ona görə dövlət qurur ki, onu cinayətkar gəlsin, onun başına nə istəyir oynatsın, amma heç bir dadına çatan olmasın. Bəs dövləti xalq ona görə qurur da. Ona görə qurur ki, ona gəlib kömək eləyəsən. Ona görə qulur ki, o xalq Velizarların əlində giriftar olmasın, Elxanlardan asılı olmasın, İskəndərlərdən asılı olmasın. Desin, mənim dövlətim var mənim arxamda. O mənim yanımda duracaq. Çünki mən dövləti ona görə qurmuşam ki, o vətəndaşı vətəndaş eləsin. O vətəndaşın problemlərini həll eləsin. Problem həll eləyə bilmirsə, Velizar 10 dəqiqəyə həll eləyir problemimizə. Ona görə qısqanırsınız. Aləm dəyə bir-birinə o geydirmə mətbuatda düşüb ortaya ki, Velizarı qəhrəman siz eləyirsə, sizin fəaliyyətsizliyiniz eləyir də Velizarı qəhrəman. Nə oldu? Niyə qısqanırsınız? Qısqanmayın.
Qısqanmayın, qısqanmayın. Çünki nə qədər ki siz öz yerinizdə deyilsiniz, nə qədər ki bu insanlığa kömək eləyə bilmirsiniz, vətəndaşa kömək eləyə bilmirsiniz, vətəndaş Elizarlardan, Velizarlardan, Elxanlardan qəhrəman düzəldəcək və bu qəhrəmanlığı Velizarların qəhrəman olmasının ən böyük səbəbkarı və baiskarı sizsiz. Xahiş edirəm bu tənqidimi yaxşı qəbul edin və nəticə çıxardın. Təşəkkür edirəm diqqətinizə görə.